eviniz tikilsin. Birinci elden tikinti materialları perakende satışla Abşeron'da. Taxta, kafel, dam örtüyü, seme, boru ve daha çoxunu ilk elden alın. Tercihinizi azaldın. Abşeron Ticaret Merkezi. Ünvan Hükmeten Dairəsinin yanı. Gülüşüyle ölkəyə səs salan komedixana indi ölkə sərhədlərini aşır. Başoğlu zil dartacaq. Hər dəfə gəlirəm, o bir dənə mismarım var, əyirsən, verirsən mənə. İnansa otaq doludur, əyəri mismarla. Moskva şəhərində möhtəşəm bir konsert proqramı ilə görüşə gəlirik. Bunu evdəki tarışqa bilsə var ha. Güc olma, dur ayağa. Bu səhnələri hələ heç kim heç yerdə görməyib. İlk siz görün, siz də gülün. Ama gidelim. Yekək sizə bu normal danışıyor, nə deyirsən? Konsertimiz aprelin 23-ü Vernadski prospektdə yerləşən Kongres Hall'da olacaq. Sizcə burada bir abstrakt məsələ var, yoxsa yox? Üstüvəl sağlıq, mən biraz naxoşlamışam, iyi bilmirəm. Biletləri kassir.ru. Relax. Mən relaxam, bu kelaksdır. Və yaxud da ekrandakı QR kodu skan edərək əldə edə bilərsiniz. Biz də baxaq, könlümüz asılsın, nə deyirsən heç? Perşembe pazar Xəzər TV'də efirə qayıdır komedi kanal. Gülməli məzəli səhnələrlə sizə gülüş verir komedi kanal. Yepyeni səhnələr bizdə izlənər. Şan parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda komedi kanal. Efirə qayıdır komedi kanal. Qasım, baxdın nə gəzirik burada? Ay qız, yanvar ayının 20-sindən Abşeron Ticarət Mərkəzində bütün tikinti materiallarına endirimlər başlayır. Gəlmişik endirimlərdən yararlanaq da. Elə. Elə. Hə, nə deyirəm ki, yararlanaq. Sən də yararlan. Hansından yararlanım, Qasım? Hamısından. Əlvənlə keçdi yararlanaq. Deyəm, Ayarvad, hazırlar. Gedirik nəvəmizi görməyə. Əli boş nərə yanına gedərlər? Nə Gör o? nəvəmiz üçün nə yaparlam? Piredo bezi. Bunu ki uşağa bağladılar. Səncə? Uşaq quzu kimi ya. Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə yaparmalıyam? Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız, keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki, götür bezləri, Yaxşı, sonra danışarıq. Bəs mən sənə demişəm, parti üçün hazırlıq gör. Görməmsən axı. Şu parti üçün hazırlıq necə görürlər? Buna bax, partinin ritminə uyğun ekskluziv bizon da almışam. Birazdan da güppagüp başlayır. Ver görüm 11-ni. Hər daxda bizon. Ritmi hiss edirəm ha. Bir də sən götür. Bir daha buna bax. Bir daha buna bax. Ritim başladı. Başladı. Ha? Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Xüsusi sponsorumuz Qardaşlar Mebel. Qardaşlar Mebel 10 ildir keyfiyyətli, funksional və zövqlü bütün mebel layihələrini uğurla təhvil verir. Qardaşlar Mebel təkcə mebel istehsal etmir, ehtiyacınıza uyğun unikal həllər təqdim edir. Burada siz evdən tutmuş ofis, səhiyyə, hərbi, kafe, restoran, bağça, məktəb və bütün növ mebelləri tapa bilərsiniz. Dostlar, ən gözəl də bu ildir ki, bizim dostlarımız Qardaşlar Mebelin bu illərin 10 yaşı tamam olur. Və bu yubiley münasibəti ilə ilin sonuna qədər böyük möhtəşəm endirimlər təqdim edir. Əgər siz də keyfiyyətli və ən əsası rahat mebel əldə etmək istəyirsinizsə, Qardaşlar Mebelə müraciət edə bilərsiniz.
Saatlarımız 22:00 göstərirsə bu o deməkdir ki, Komedixana başladı. Və bizi canlı izləməyə gələn tamaşaçılarımız, xanımlar, beylər, siz də xoş gəlmisiniz. Hər həftə olduğu kimi Komedixana məhz bu həftədə sizin üçün gözəl, bir-birindən maraqlı, gülməli səhnəciklər hazırlayıb. Amma səhnəmizə keçməmişdən öncə bir vacib məqamı nəzərinizə çatdırmaq istəyirəm. Komedixana ailəsinə ən yaxın qardaşlardan olan və bizim dostlarımız, qardaşlar Mebelin nə az, nə çox 10 illiyi tamam olur. Bu münasibət onlara bir alqışlayaq. Və bu 10 illikləri münasibəti ilə rəhbərlikləri başda əlim-əlim olmaqla bütün kollektivlərini təbrik edirik. Yeri gəlmişkən elə növbəti səhnəmiz də Komedixana ailəsindən məhz Qardaşlar Mebel səhnəsi. Elə Qardaşlar Mebelə bir hədiyyə olsun. İzləyək alqışlarınızla Qardaşlar Mebel. Hə, bu qardaş dedi onun ləqəbidən bunu yoxlayın, görün bunun rahatsızlığı nətərdir, nətərdir. 3 saat yatırıyor bu. Ay müəllim. Müəllim. Ay müəllim. Müəllim. Zabilə. Kim? Zabilə uşaqlar getdi dərsə. Ay müəllim, Zabilə kimdir? Bir dənə gözünüzü açın, xahiş edirəm. Salonda siz. Vay. Qardaş, sən canım bağışlayın. Dediniz bir 10 dəqiqə test edim ki, görün bunun rahatsızlığı nətərdir. Mən saat 1-dən yatır sizə, saat 4-dür. Sən canı üzürü hesab elə, elə rahatdır. Məni nətər yuxu tutub, inanırsan. Mən neçə vaxtdır belə taxtarırdım da, canım üçün. Bizdə öylə də var, öydəkin ortası çöküb, inanırsan. Bax, belə yatıram öylə. Taxt belə olar da, taxt elə. Nətərdir, xoşuna gəldi? Taxt belə. Elə mi? Onda ünvanınızı deyin zəhmət olmasa tez bir zamanda ünvanınıza çatdıraq. Yox, sən qurban, sən ünvana hələ tələsmə də. Sən ola bilsin mənim bığımı görsən, elə bilsən mən belə qırğın kişiyəm. Bığa baxmayın, mən arabada deməmiş heç salanmaram. Baş verdim, qoy mən bir arabada deyim sonra da. Yox, müəllim, niyə elə işi çətinləşdirirsiniz ki? Bunun videosunu çəkin, göndərin yoldaşınıza, o da baxsın, fikrini bildirsin, sonra da qərar verin də. Yox, sən mənim arvadımı tanımırsan axı. Yox, nə dəxsi var, Tanıyırsan, ha? Yox, müəllim, yəni deyirəm, nə dəxsi var ki? Tanıyırsan, ha? Müəllim, sən başa düşsün, deyirəm, yəni nə dəxsi var ki? Çətinləşdirməyin də işi, çəkin, göndərin yoldaşınıza, o da oradan baxsın, qərar versin. Niyə əziyyət çəki gəlsin bura? Elə deyirsən. Yox, yenə deyirəm, səni bu bığ allatmasın. Mənim bığım ola bilər, lopa bığım ola bilər. Bığım var, amma mən sözüm çəkmir. Bu bığ doğuya keçir, supa keçir. Ancaq mənim evdə sözüm çəkmir. Şəkillə dörə, başıva dönüm. Mən onu göndərim. Zabilərin bir xasiyyəti var, vasa deyim. Zabilə görməsə, bir şey görməsə almır. Canım, o vaxt azca mənim buna həlləmişlər. Dedi ki, yox, mən onu görməmiş, onu ərə getmərəm. Məni gecənlə getdi, mən girdim tölüyə. Camışın ayağını alsan, mənə gördü, sonra okey verdi getdi. Yəni, bığ məndə var, qoyma bığ, elə bir şeydir. Yalından görüntü var da. Hə, görüntü var, elə bir ki, o elə hərdən antenada görüntü gəlir, səs yoxdur, mən bığım bax elədir. Aydın. Bir dənə onunla danışım Zabilə ilə. Necə məsələt? Əla yatmışdım. Qaydırsınız da siz? Hə, gəlirəm, 5 dəqiqə gəlirəm. Yaxşı. Səni qanıma verən, yaxşı yatmışdım. Salam əleykum xanım. Salam əleykum. Xoş gəlmisiniz. Salam əleykum. Xoş gəlmisiniz. Necə kömək edə bilərəm sizə? Hə, mən divanlara baxmaq istəyirdim. Divanlarla maraqlanırdım. Olar keçin baxın. Buyurun, zəhmət olmasa. İnandırım sizi ki, xanım, çox gözəl zövqünüz var. Həqiqətən də mükəmməl bir zövqlə yığılıb. Son model divandır. İstəsəniz bunu sizə hazırlaya bilərik. Hə, çox qəşəngdir, xoşuma gəldi. Xoşuma gəldi, amma bunun bir əmması var. Amma nə edirsiniz? Yəni burjunlarından narazısınız? Yox. Baxanda bilinir ki, keyfiyyətli materialdan yığılıb, çox keyfiyyətlidir. Amma altı açıqdır bu divanın. Problem bax ondadır, altı açıqdır. Bildirmək xanım, bunun altın açlığı, yəni nə problem ola bilər ki? İndi mən necə deyim, deyirəm ki, problemdir də qardaş da. Problemdir. Baldızım gəlsə bizə, görsə ki, o divanın altı açıqdır.
Əlinə keçən cadunu eləyib atacaq divanın altına. Bax o problemdir, o şey. Mənim üçün o problemdir. Nə danışırsınız? Sizin elə yəni baldızınız var ha xanım? Oy, sən nə danışırsan? Hə. Sən nə danışırsan? Sən oyunu tanımırsan, əri. O ilanlarla yatan adam deyə. Ha? İnandırım səni ki, ilanlara sarılıb yatırıb adam. İnandırım səni. Ona görə istəyirəm ki, divanın heç bir yerində açıq yer olmasın. Əlini hara vurdu ya, əl girməsin, açıq olmasın. Mən bilirəm, əli ki girsə divanın altına ya, cadunu eləyib basacaq ora. Çəkəcək cadunu mənim divanıma. İstəmirəm ona görə. Heç bir problem yoxdur xanım. Necə lazımsa elə də deyərsiniz, sifariş verərik. Eləmək olar onu. Heç bir problem yoxdur. Amma qardaş, bir dənə də xahişim olacaq səndən. Yəni olar ki, düzdür bu divanın rəngi çox gözəldir, çox qəşəngdir. Şuxdur, qəşəngdir. Amma bunu ağ rəngdə. Ağ rəngdə eləmək olar. Ağ rəngdə. Hə. Ağ rəngdə heç bir problem yoxdur. Yəqin sizin evinizdə divarlar ağdır, o dizayna uyğun divan sifariş verməsiniz, düzdürmü? Hə, deyirsən heç bir problem yoxdur. Problem yoxdur, Allah. Yox. Hə, bəli. Onu mən sevirəm maçı. Hə. Onu götürdüm. Hə, yəni onu disə ağ elə bilərsən də. Heç bir problem yoxdur. Yox, dizayn deyəndə ki, mən dizayn verən qadına oxşayıram. Onu görə demirəm. Deyirəm, yəni ağ rəng olsun ki, ifritə bizə gələndə, cadını eləyəndə, qurt yağını çəkəndə, tutum da, qabağını tez alım. Ona görə. Hə, o baxımdan deyirsiniz. Yaxşı, heç O bir problem baxımdan yoxdur. deyirəm. Tamam, siz onda bizə ünvanı deyin, zəhmət olmasa biz tez bir zamanda bunu hazırlayaq, sizin ünvanınıza çatdıraq. Dizələr deyirsən, Bəli, cənab. çatdırarsa ünvanı. Çatdırarıq, heç bir problem yoxdur. Onda mən səni bir dənə at dışı, maçı. Mənə qulaq as gilə. Onu deyim sənə. Mənə sandıqlı divan lazımdır ha. Divana sandıq qoyma mənim üçün. Yox xanım, üzr istəyirəm, onun zaten sandığı yoxdur, amma niyə də olmasın ki? Yəni sandığın nə ziyanı var ki? Evdə lazımsız əşyalar olur falan, onu qoyuruq ora, sonra zamanı gəldikdə ondan istifadə edirsiniz də. İndi sən mənə çox bilirsən. Deyirəm sandıq lazımdır da. Deyirəm lazımdır, demək lazımdır da. Sənin xəbərin yoxdur o sandığın içindən çıxanlardan. Xəbərin yoxdur. Nə çıxır ki? Keçən il gəl burada. Cəmaatı. Yaxın gəldi yeməyəcəm səni. Adam maçın gəl. Yaxın gəl. Mənə qada yeməyəcəm. Hadi yaxşı gəldi, yaxşı da. Kepkom sana. Hələ yeyəcəm səni. Hadi mənə bax. Mənə qulaq as kinən. Qoy sənə dərdimi danışım. Dərdimi danışım sənə daha. Sən də daha şeydə. Mənə qulaq as. O gün divanı, köhnə divanı evdən çıxardırdım, apardım atmağa da köhnəlim. Divanın axışdı əlimdən. Sandıqdan nələr çıxsa yaxşıdır. Bax, sandıqdan nələr çıxsa yaxşıdır, divanın sandığından. Nələr çıxdı? Qoy mən deyirsən qulaq as. Aha, buyurun. Çaqqal başı, canavar dişi, türkü quyruğu, ayı pəncəsi kasinka ilə möhkəm bağlamış, dübünlənmiş. Gör, mən dərdim böyük deyə. Siz nə danışırsınız? Ümumiyyətlə, onlar nə üçündür ki, nəyə görədir ki onlar? Bunların hamısı mənası var, hamısının açıqlaması var. İndi qoy mən sənə deyim, sən qulaq as, girə mənə. Buyurun. Demək, çaqqal başı o deməkdir ki, mənim anam dağda başı bizi gəlib, evimizə dava salmasın, müdaxilə eləməsin. Sonra, canavar dişi. Canavar dişi o deməkdir ki, mənim atam gecədən səhərəcən içsin, canavar kimi olasın. Türkü quyruğu o deməkdir ki, mən baldızımı görəndə veçini onun yanında quyruq bulayım. Ayı pəncəsi kasinka ilə möhkəm bağlanmış o deməkdir ki, bütün günü mən maşa, medved kimi əlimə qıraq bir-birimizi. Dava eləyib bütün günü. Başa düşdün indi? Ona deyim ki, maşa yayını bizə daha. Necə? Bəli də indi o gündə qulaq bir söz eşməsək kar olar. Düzəldi səndə? Alınlar. Mənə qulaq. Bəli. Alındı. Alınlar. Onda sənə bir dənə maçı. Bu öpüşün ağrı hara gedir, o mənim maraqlıdır. Mənə bax. Dvaynoy maçın. Dəqiq düzəlci, bu axşamın düzəlcəli divan. Narahat olmayın xanım. Onda məndən bir dənə hədiyyə maçı. Davay. Bu da zapazım. Göndərərsən də ünvan. Qoydum zimmə, narahat ol. Qəribə insanlar var. Qardaş, salam Mələkşim. Salam Mələkşim. Qərar verdiniz? Yoldaşımızdır? Hə, yoldaşımdır. Xoş gəlmisiniz. Deyirəm, gətirdim, öz də baxsın taxtada, başqa dönüm. Mən tək yatmıram, bu da yatır. Problem yoxdur xanım. Budur, bunu deyirsən. Nətərdir? Yoldaşım elə təriflədi. Deyir, çox rahatdır. Bu arvad rahat deyir. Elə yatmışdım ev ki, mənim ayağım üstə mənə yerləyir. Elə yatmışam. 4 saat yatıb, hə? Hə, 4 saat xanım. Nə az, nə çox, 4 saat. Xoşuna gəldi? Gəlməyinə belə gəldi, qəşək görsənir, amma rahatlığım bilmirəm. İcazə versəydin 2 saatda mən yatardım. 2 saatda mən qardaş yatım, durum götürək. Bildim, ay xanım, yatmağa, yəni siz yol üstü hardasa gəlirsiniz xanım.
Yox, yox. İstirahətə yer axtarırsınız xanım. Ha, yox, öydən gəlir canım səni. Bildimi? Yəni ər-arvad nə deyir bu yaxşı? 2 saat. Mən yatdım da, bir də bu da yatsın, baxsın, tam qərar verək də. Yo, onu bildim. Yoldaşımız sizdən qabaq yatıb. Onun rahatçılığını görüb. İndi sizin yatmağınız yəni nəyə O lazımdır? yatıb da, mən yatmamışam ki. Və mən nə bilim bu rahatdır. Burada mən duranda sürsümüyümü ağrımayacaq. Bir yatım. Çox demirəm, 2 saat. Gözümün açısını alıb dururam. 2 saatı, da geyin, natsın oyna geyin. Əziyyət çəkmişəm. Neysə, həm də ki, qardaşlar demək, kişinin yatışıyla, qadının yatışı bir dörü. Hə, kişi yazıq, baba taxta bax, bir dənə balaca yerdə, baba, belə bir düşəcək, yatacaq. Amma arvad var ha, gecə boyu bax, arvad var belədir, bax. Bax, belədir. Belədir, nəsə axtarır, arvad nəsə axtarır. Yabır eləmə məni. Rahat yat. Kameralar çəkir. Hə, nə var, taxtalıq da. Bunu bax, yoxlayaq alaq da, boş ver. Alın, yoxladınız müəllim, onu alın. Mən Alırıq, yoxladım. 1 saat, yaxşı. 2 yıl, bircə saat. Bir bəs eləyəcək. Bir saat. Mən də bircə Bircə saat, saat. eşsə, Gör nə deyirəm. elə yatır, quzu kimi, nə səsi var, nə pıqqıltısı, nə çıqqıltısı. Rahat edə sənə mane olmayacaq. Yaxşı. Yaxşı. Amma xahiş edirəm da bu son olsun da, çox xahiş edirəm. Deyirəm, yatsın allığı, taxtı ünvan deyirəm sənə. Yaxşı. Pəncərəni də açma, arvadı külək parar, başıma dönüm. Yaxşı. Belində problem var. Narahat olun. Yaxşı. Narahat olma, hələ xod deyir. Trasa çıxsın dizel motorda, səsi kəsəcək. Müəllim, deyirəm, sizin evdə bu gedişlə hüzur olar. 45 ildir bundan beri yaşayan, sağı xarab Bir eləyir. dənə xahiş edirəm, pişi verin ona, çox xahiş edirəm. Baba. Elə bir gölün qırağında ördəyə çörəkmisin, baba. Heç sən. Gəl lan. Yaxşı müəllim. Salam aleyküm cavan oğlan. Salam xanım, xoş gəlmisiniz. Xoş gördük. Necə kömək edə bilərəm sizə? Mən video blogerəm. Aha. Mən istəyirəm ki, sizin mağazanızda bir dənə video çəkim. Hə, prosta sizin mənə köməyinizə ehtiyacım olacaq. Ha, köməyim dəyirsə nə xoş. Bəli, bəli, kiçik bir xahişim var. Buyurun. Mən video çəkənkən, siz də mənim videomda olar ki, siz də çəkim. Çox üzr istəyirəm xanım, elə alınmaz çünki mən ailəliyəm, alınmaz. Yox, narahat üzvünüzü çəkməyəcəm. Əliniz düşsə bəsdir. Əlim, ancaq əlim düşür. Bəli, ancaq əliniz. Ancaq əlim düşürsə problem yoxdur. Yox, əlinizi belə tutun. Belə tutun, belə. Birdən eləməmişəm ona görə. Yox, bərk tutun. Bərk tutun əlimi. Bərk tutun deyəndə Aha, tamam. belə. Normaldır da belə yəni. Qızlar! Mən nişan tortumu. Belə dur da. Qızlar, mən nişan tortumu paylaşanda heç biriniz mənə inanmadınız ki, mən nişanlanmışam. Qərara gəldim ki, nişanlımın əlini çəkim paylaşım. Qızlar, çox xoşbəxtəm qızlar. Hamıya baxın belə bir sevgi arzu eləyirəm. Partlayın qızlar, çatlayın qızlar. Baxın barmaqlarımıza. Görün necə barmaqlarımız bir-birinə yaraşır. Gördünüz qızlar. Partlayın, çatlayın qızlar. Ay xanım, siz neyiniz tay xanım? Mənim yerimi dağıtmaq istəyirsiniz siz ay xanım. Niyə ki? Da belə də yox da xanım. Mən bura kimi çəkəcəyim mən ay xanım. Bu əlin yiyəsi var, əlin yiyəsi var. Birlikdə əlvi yemədik ki. Bildim, mən elə bir yoldaşım var ki, mənim əlimi tükündən tanıyacaq. Mən elə baş saldınız, xahiş edirəm onu paylaşmayın. Çox xahiş edirəm sizdən. Bir də yola bir şey soruşum. Hə. Əlinizlə tük təkdə bəyəm sizdədir. Yox, təkcə mənə deyil. Yəni mənim yoldaşım məni tanıyadı. Mənə qarşı o qədər diqqət edir. Çox xahiş edirəm onu paylaşmayın. Nə olar, xahiş Ay, edirəm. əlin düşüb, yardan düşüb, heç nə olmaz deyən görə. Nə olar, xahiş edirəm, problem olmasın. Bir şey də xahiş eləmək istəyirəm. Bir şey də xahiş edirəm. İndi nə xahiş? Baxın, mən indi bu videonu paylaşacağam. Bir həftə sonra mənə yazacaqlar ki, indi sən bu nişanlının əlini paylaşdın, bəs üzünü niyə paylaşmırsan? Mən sizin üzünüzü çəkməyə fikrim yoxdur. Aram çəkəsin. Çəkməyəcəm. Olar qulağınızı çəkim. Qulağımı necə? Mən çobanitiz adam mənim qulağımı necə?
narahat olmayın. Qətti narahat olmayın. Dedim, mən qulağımı nətər göstərə bilərsiniz? Yardan çəkəcəm. Bax, mən çəkəcəm indi, bax görərsiniz. Bax, gəlin bura bir dam. Xahiş edirəm, ay xanım, nə olar? Yaxına gəlin, narahat Nə olar, olmayın. mən Narahat yoldaş- olmayın. Narahat olmayın. Bir dəqiqə, paltar asmırsınız da xanım. Bir dəqiqə, yavaş da. Bir dəqiqə də. Yavaş da, bizim qulaqda ki bu. Qızlar, bir həftə bundan qabaq mən nişanlımla şəkil paylaşdım. Mənə dediniz ki, nişanlımın əlini paylaşdım, bəs üzünü niyə paylaşmırsan? Mənim nişanlım tanınmış iş adamı olduğu üçün onun üzünü çəkə bilmirəm. Amma sizlər üçün onun qulağını çəkirəm. Görün nə şirin qulağı var. Görün nə yeməli qulağı var. Kimin sevgilisinin belə gözəl qulağı var? Ha? Kimin? Ona bax. Dovşan qulağı deyil əvvəl. Ay. Partlayın qızlar. Ölün, partlayın, çartlayın. Mən və nişanlım. Baxın. Gözəl baxın. Gözəl. Çox xoşbəxtlik. Səsiniz düşür, nə olur? Elə o baxımdan deyirəm də xanım, bir dənə xahiş edirəm, onu sordurum, çox xahiş edirəm. Çəkdiniz xanım. Bəli, çəkdim. Azıq verdiniz. Bəli. Xahiş edirəm, xoş getdiniz. Çox sağ olun. Hə, xahiş edirəm. Təşəkkür edirəm. Sağ olun. Bir dənə yolun adam biraz çıxmadı ya. Yersiz də qalıb bu deyil. Ha xanım. Xanım. Ay xanım. Xanım. Ay xanım. Ay bacı. Nə varsan ha? Sən hara getdin qardaş? Nə varsan? Heç deyirəm ya qardaş, mən bacını durğuzuram da, bayaqdan yatır. Ölmüşəm mən, sən mənim yoldaşımı duruzursan. Mənə... Qaldır da qardaş, bunu yatızdırıb hara gedirsən? Mənə bax, Zabilə. Zabilə. Bax, dur dana da Zabilə. Zəhər, dur dana Zabilə. İmkan vermir sizə bir hor yataq. Nədir də Zabilə? Elə qəşəkdir. Deyirəm də. Heç deyilən durmaq istəyirdimmi? Xoşlar gəldin xanım. Gəldi. Gəldinsə ona biz bunu hazırlayaq, göndərək də tez bir zamanda sizin yuvamıza qardaş, hə? Göndərsin, göndər. Göndər eləmək, bu məndə Ha, bir dəqiqə deyək, ay sənə Sənətlərə hazırlayım. Yox, xala ola, bir dəqiqə göndərəm qadam. Tələsmədən başına dönüm. Biz bunu alacağıq, bunu tam yoxlayaq da. İndi ayrı-ayrı yatdıq. Ayrı-ayrı. Bunu bildik da. Bir dənə bir yerdə yataq görək bu nətər olur. Görək bu bizi götürmür başa. Bir dəqiqə göstər, hə? Hə, qardaş, nə? Nə var sən? Xala ola, bir dənə yoxlayayım da məndən. Ya bildim, ərarvot qalmağı yer axtarsınız ha. Ha, yer axtarmıram. Deyirəm ki, bir dənə görüm biz yerləşmirik. Bir dəqiqə dayan. Bir dəqiqə dayan. Bırakın. Ay, nə etsin? Nədən məqsədiniz adamsın? İş yerdə bura, ofis deyil bura, nə qaçdasın? Ha, iş yerdə taxt alır da, taxtı nətər Allah taxtı? Taxtı qardaş yoxladınız, yaxşıdır, rahatdır, məsələn də. Bir dəqiqə dayan. Dayandım, iştirəm, nədir? Nədir? Ərimin qıçı burax aşağı. Nə? 12-15 dəqiq qalıb elə bir. Danış. Eşidirsən məni? Hə. Ayaqqabı alanda gedib ayağımıza keçirdib yoxlamırıq. Hə. O şor nədir? O şor alanda mən barmağımı soxub sortuqlayıram, sonra alıram. İndi mən bu kravatı niyə yoxlamayayım alım ki? Düz deyir də, biz buna uzanmalıyıq görək, bu bizi götürür, bu bizi bir yerləşdirir, rahatdır mənə. Həqiqi yer ver. Sən bir dəqiqə tələsmə də, bir dəqiqə dayan da. Nə varsan ya? Biz sən basıyla kəllə vuruyorlar. Bir dəqiqə dayan, həqiqi yer ver. Bir dəqiqə. Həqiqi yer ver. Həqiqi yer qazatma, de buna, de. Ev uşağı da öyle, mən nə vaxt Öz arvadın yanına girir də, sənə nə? Ay qardaş, ay yox ey qardaş. Sən yatdın. Rahat idi. Yoldaşın yatdı, rahat idi. Qız sonra doktor çıx getdi. Bir yerdə baxaq da, yer rahatdır, bir yerdə. Ay yox, bu yaxşı yerə getmir qardaş. Mən bunu görürəm ha. Ay qardaş, bəlkə ikimiz bir yerdə yerləşməyəcək. Vallahi da. Həqiqi yer ver. Həqiqi yer ver. Səbir ol. Uzan. Uzan nə? Ox, ayar var. Eşək də. Buradayım ha. Oxay. Oh. Oh.
Qardaş, Qəşəkdir. bir dənə üzr istəyirəm. Bir dənə saata baxın, xahiş edirəm. Mənim iş vaxtım qutardı. Mən getməliyəm. İndi biz nə qədər? Get də get, sən get. Ay, səni biz niyə enirik? İş vaxtın qutarır. Hə. Çıx getdi. Evin eşin yoxdur sənin. Vallahi da. Mən bu. Biz buradayıq. Sən rahat ol. Qapını bağla. Açarı qoy qapının ağzına. Biz yataq. Görək ki, tam arvadla okey bu taxta. Tam okeydən sonra alacaq da. Sən xəbərcik gələrsən. Onda xahiş edirəm. Mənə söz gəlməsin, çox xahiş edirəm. Yox, narahat ol. Olsa kameralar çəkir 24 saat. Ay, çəsin ağırıq biz burada. Bu. Yaxşı qardaşlar, mən gedirəm açarı qoyacağam orada rezin altında. Yaxşı. Ay, qaynanam dedim, qoymadı. Dədə gəl. Yaxşı. Hadi get də la. Gedirəm də, gedirəm. Gecəm seylə qalsın. Gecə xeyrə qalsın. Gör nə deyirəm. Burada ağca qanat bayaq elə bil dişlədi ayağımı. Gör oradan üzbəüz mağazindən bir dənə o göy dərmanlardan al, gətir, yandır, get. Mən eləyim onu. Əbə kim eləməlidir? Tabii taxt alıq da qardaş, nə qarmalıyıq ki? Bir dənə tüstülə buranı get. Yaxşı. Bu anası deyir, gözlər var, özüm yatmağa mən gələn kim? Atam, qanım şirin deyə o hərrəni fırlarıb məni dişləməsə əl çəkməyəcək. Sonra mən narahat yatarım, səhər yıxaram sənin kravatının boynuna, düzdür? Narahat olma, yaxşı, yaxşı, gel var. O anası deyir, mən yem alım gəlim, mən qapımı bağlayacağım. Uzan gələm. Tez elə. Uzan gələm. Predo Baby, xoşbəxt anaların seçim. Və bir dənə qəşək çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşək pürrənk çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq! Çox başqa. Bu dəqiqə. Bu dəqiqə Xəzayla xanım. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyəm da. Sənin qardaşın arvadının söhbəti mənim nimə lazımdır? Mən qeybət eləmək istəmirəm. Televizora baxıram. Hə? Hə. Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra sənə qədər sənə qulaq asaram. Tək tumum olsun. Hə, anla. Nə dedin? Nə olub yenə qaşqabaqlı oturmusan? Mən sənə bayaqdan zəng edirəm, sənə niyə zəng çatmır? Bu mənim telefonumun zaryadkası qutarıb. Yadımdan da çıxıb az qoymuşam, ona görə sönüb telefonun zaryadkası qutarıb. Telefonumun zaryadkası qutarıb, get telefon mağazasına Euroaxın aksesuarlarından al. Bir dənə özün üçün powerbank al. Lap istəyirsən evdə zaryadkaya qoymağa adapter al. Maşın üçün adapter al. Telefonun əlindən düşüb cızılmasın deyə kabura al. Ekranı sınmasın deyə qoruyucu al. İstəmirsən səsimi eşitsinlər, AirPods al. Amma nə edirsən elə? Elə ki, mən sənə zəng edəndə mənə cavab ver. Yaxşı. Yaxşı deyib oturur. Dur ged al da. Hara gedim? Euroaxa. Hə, yadımdan çıxıb. Gedim alım gəlim. Möhtəşəmsiniz. Heç ara vermədən istəyirəm növbəti səhnəci təqdim edeyim. Növbəti səhnəcimiz nə haqqında qısa məlumat verim. Ümumiyyətlə, biz kişilər haqqındadır. Kişilər özünüzü alqışlayın, xahiş edirəm, görüm nə qədərdir. Bax, görürsünüz, kişilər alqışlayıram dediyim, bir dənə xanım qoşulmadı bizə. Amma bax, biz kişilər desəydik, xanımları alqışlayaq, hamımız alqışlayacaqdıq. Bir düz qədər çəkiniş edəmir. Növbədə səhnəci haqqında məlumatımı verim ki, ümumiyyətlə biz uşaq vaxtından harasa qonaq gedəndə həmişə gözümüz anamızın gözündə olurdu ki, anamız gözündən bizə işarə edirdi, yəni özümüzü necə aparırıq, hara səhv eləyirik,
Nəyə yeyirik, nəyə yemirik. Məsələn, bu idi, bu baxış bu idi ki, gözüm sənin üstündədir. Belə baxılsa bil ki, evdə sənə çırğınayacaq. Amma bu idi, bax. Yəni, özü yaxşı aparsan. Biraz da yaşlaşdıq, böyüdük, dedik ki, yəqin bu baxışlardan, bu gözlə idarə etmədən canımız qutarar. Amma baxdı ki, yox. Böyüyəndə sonra ailə həyatı qurursan, ha, ananın yerini arvad alır. Yəni səni kimsə, elə eyni cinsin nümayəndəsi gözlə idarə eləyir. Necə səhv eləyəndə? Bir dənə baxıb qayıtmaq var, səni 30 il ömründən alır. 30 il. Elə mövzumuz da bu haqdadır. Bizdə də bir ad günü var. Amma ad günündə, bu şad gündə, kişinin günün qara eləyən bir bu baxışlarla bir qadın var. Ad günü deyirik dostlar və alqışlarınızla davam edirik. Mənə bax, Yavər. Bax, bugün mənim ad günümdür. Özünü normal insan kimi apar, bildin, Yavər? Ağzıva gələni danışıb, məni hövsələdən çıxartma. Bax, mən sənə sözümü normal dedim. Eşidirsən məni? Deyirəm, özünü normal apar. Normal insan kimi, ailə başlayım, ər kimi. Yaxşı, Yavər. Məni çıldırtma. Yavər, məni çıldırtma. Dindirəm, mən. Yavər, ağzıva gələni danışma. Yaxşı, Yavər, aram-aram, düşünə-düşünə danış. Yersiz zarafatlarını saxla bir yana, söhbətin ortasında hırt-hırt. Normal, aristokrat, normal ailə 20 ildir evli. Bəsdir də uyğunlaş mənə. Bir özünü normal apar. Dik dayan, görsən kimin yoldaşısan. Onda mən bu ad günündə olmayayım da, çıxım gedim evə. Bir də keçən dəfə gedim, stolun altında o qədər kablokla vurdun ayağımın üstüne, vurdun. Kablok qırıldı, keçdin dirsəyə. Dirsəyimlə böyrəyim üstüm, sən nətə göyərtmirsən? MRT-yə 240 manat pulum çıxdı. Həkim bana deyir ki, sən MMI-də iştirak edirsən. Demirəm ya, arvadımın dirsəyidir. Mən özümü yığışdırıram, sən dirsəyi yığışdırmırsan. Boş-boş nə elədim ki, Yavər? Qaldığım yerdə səni dirsək elədim. Niyə elədim, Yavər? Camalın uşağının ad gündə o nə idi danışdın sənə? Nə danışdın? Hamı əlinə mikrofonu götürdü, normal arzularını dedi, oturdu yerə. Sən nə elədin? Orada ən yaxşı mən danışdım. Hə, nə danışdın? Hamıdan yaparsa Camal məni başa düşmədi. Camal məni başa düşmədi. Ən gözəl mən danışdım. Hamı gəldi ki, uşağa nə dedi, universitetə girəsən, toyunu görək, nə olsun? Amma mən uşağı çağırdım, görün, elə gözəl söz dedim. Bütün hamısı yeməyi saxladı, mənə baxdı. Gördün mən orada uşağı çağırdım, dedim ki, sən bu həyat ananın qədrini bil. Çünki o ana səni kesirdən dünyaya gətirir. Ay, heç hənanın yeridir. Toyun ortasında götürüb bu kesir söhbəti nə açdın ki? Sən arvadsan, o kesir söhbəti sənlikdir. Sən mənə demişdin, mən də dedim də. Ay kişi, ər-arvad arasında söhbət olar da, mən sənə gecə yarısı dediyim söhbəti sən gəlib mikrofonu əlib cəmaatın içində nə afiş yırbıt edirsən? Sən bilmirsən, mən ağızdan fərdi öləm. Sən bunu dedin, sonra Camal o Vilkan götürdü, dedi səni bu dəqiqə kesir eləyəcəm. Camal mənə səhv başa düşdü. Lazım idi bizə bu. Camal səhv başa düşdü mən. Bugün özünü normal apar. Xahiş edirəm, bugün mənim doğum gün, bu mənim şad gün. Olar normal danışasan. Olar. Məni çıldırtma. Çırtırtırsan məni. Yaxşı. Hayda, mən bu qədər söz deyirəm. Ona belə bir havaya deyirəm. Elə bir daş düşərdi başıma sənə hə deyən yerdə. Çıldırıram, Yavər. Yavər, mənim maskamı üzümdən çıxartma. Qoy görsən mələk kimi qalmışam burada, bax. Çörək yeyirsən, ha? Yemirəm. Əl çək. Yaxşı, aksant da gəldi. Salam əleykum. Salam. Salam xanım. Salam müəllim, nə tərsiniz? Roskodur. Bəli. Xanım, sizin ad gününüzdür. Bəli, qardaş, mənim ad günümdür. Təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Can sağlıq arzulayırıq. Çox sağ olun. Hə, mənim ad günümdür, yoldaşım da orada ağzı dayanmır.
43 yaşı tamam olur. Səndən arvadının yaşını soruşan oldu. Hə? Onsa tortun üstündə şamdan görəcək də. Ay kişi, mən rəqəmlərin yerini dəyişib 34 deyəcəkdim. Səndən arvadının yaşını soruşan oldu. Cəmaatın əri arvadının yaşını gizlədir. Nə də aşiyantdır daha. Vay dədəm, çıldırtırsan məni. Sizin qonaqlarınız tələsir. Yo, tələsmir. Gəlib oturub normal deyib güləcək, yeyib içəcək, sonra çıxıb gedir. Niyə tələsir mənim qonaqlarım? Yo, yoldaşınız dedi ki, yeməklər nə var hamısını birdən-birə verin stola, yesinlər. Sən niyə afisanta deyirsən ki, yeməklər nə var hamısını yığın üstlər, yeysinlər, getsinlər. Nə olub, yas yerinə gəlir cəmaat ki, tez bazar yesin, sonra ikinci partiya versinlər, yasa gəlir cəmaat, ad günümə gəlir, ya vər. İndi isti-isti gəlsin, yesinlər, hop çıxsınlar da. Ya vər. 8-in yaşı qutaraq da ad günüdür. Ya vər, sünnət toy deyil ki, gəlib 2 dəqiqə tez bazar yeyib çıxıb getsinlər, ya vər. Ay, baxdım, bu qədər söz deyirəm, hə, bu qardaş. Normal insanlar gəlsinlər, otursunlar, sonra yeməkləri ver, çıx, get. Yaxşı? Hə. Yaxşı. Hə. Nə verəcəksən birinci? Hə. Müəllim yazdırıb da, burada Nə deməli yazdırıb? hamısını Hə. yazmışıq. Nə gələcək birinci? Sizdə bilinçikli tvaroqlu. Tvaroqlu, sonra can ətindən kebablar, sonra saciçi can ətindən, sonra da aş axırda, elə deyil? Bəli, tvaroqlu bilinçik. Birinci. Sonra saciçi toyuq. Saçı toyuq. Tabaka, bir də toyuq budundan kebab. Bu nə deyə toyuqlar düzümsüz stolun üstünə? Müəllim, elə demədiniz. Mən dedim. Sən toyuq fermasıdır bura? Ad günümdə ət yemirsiniz siz? Mən qoyun ət yeyəndə davlenim qalxır. Ada sən davlenin qalxır deyə cəmaat tülkü-mülküdür, gəlib ancaq elə toyuq yeyib getsin. Normal ət gətirin, ət kebabı gətirin, lülə gətirin, can ətindən saciçi gətirin. Normal birinci xalodunlar verərsən amma, sonra onları düzəlsən yaxşı, amma gözlə bu dəqiqə. Baş üstə. Yox, belə düdüz, indi belə düdüz. Hə, sağ olun, gedin. Bir dincəl də, yedi qutardı ye. Dincəl də, ya vər. Demədin orada yaxşı ye. Ay dədəm, qoy qonaqlar gəlsin də ayıbdır. Ay, stolun üstündə bir şey saxla. Sən mən xəstə eləmək istəyirsən, zobun çıxdı ya mənim məzhəbdən. Təbrik edirəm səni Çimnaz xanım. Çox sağ ol canım mənim. Siz sağ olun. Necəsən? Yaxşı sağ ol anam. Sən necəsən? İşlərimiz yenidir deyəsən. Hə, təzə. Çox gözəl. Yaxşıdır. Hə, yaxşıdır canım siz. Can. Uşaqlar necə evdə işləmir? Yaxşıdır, çox sağ ol. Canımsınız. Sağ ol. Salam. Salam aleyküm, necəsiz? Xoş gördük sizi. Elvis Presley'e oxşuyursunuz. Onun başına bax. Bəyənirəm onu, sevirəm onun mahnılarını. Fanatısınız deyəsən canım. Təbrik edirəm Ay, sizi. çox sağ olun, çok sağ olun. Teşekkür. Xoşbəxt olasınız. Çok sağ olun, var olun. Ailə səadəti, ailə sevinci arzu edirəm. Ərinizdən yarı yazsın, əsas budur. Yarmamışam. Hə, çox sağ olun. Təbrik edirəm, təbrik Hə, çox sağ olun. Buyurun. Hə, teşekkür ederim. Çok sağ olun. Belə Ay, göndərək. çok teşekkür ederim. Var olasınız, çok güzel ve Sağ zarif ol. incələr. Mənim başındakı zəhərli göbələkdir. Sən o zəhərli köbələk görsən. Nətər gəldiniz mənə? Hə, biraz açığı, yollar biraz sıxacıdır. Addım. Maşından gəlmədiniz? Şit zarafatlar eləyənə qədər əlimdəki gülü al götür. Ay gentleman. Mən bu gülə neçə vermişsiniz? Ad günə gələn adam onun qiymətini fikirləşmir. Ancaq... Hə, get qarnımı qaşımına neçə vermirsən? Sən neyvə lazımdır ona neçə verib? Gülün pulun verəcəksən. Çox sağ olun. Çox zərif güllərdir. Çox bəyəndim. Çox xoşuma gəldi. Bunun ölü qiyməti 60 manat. Sən buna 60 manat. Bazı buna neçə vermişsiniz? Ay qardaş 60 manat nədir? Yox. Az yer get buradan neçə vermişsiniz? Buna neçə vermişsiniz? Qardaşım bahalı güldür. 60 manat nədir? Ayıbdır. Uzağımın 60-65 manat bunun qiyməti var. Necəsiniz? Nə var, nə yox? Yaxşı, sağ olun. Çox Siz sağ olun. necəsiniz? Nə var, nə yox? Hə, ya Bunu hansı salondan almışsınız? Sən desən mən biləcəm bunun qiyməti sən. Ay, var qardaş. Hə, belə, mənim bığıma yaraşmaz onu demək.
Mən qiyməti demərəm heç vaxt, yəni belə şeylərdə. Ayıbdır. 65 manat bunun uzaq başımın qiyməti var. 65 manat. Qardaş, sən yapışmısan 65 yoldaşım, yəni o ucuzlu şey almaz. Ha, sən canı yap, 65 manat. Çıldırtma da məni. Bu saat bəsdir də. Otur. Gəl görə. Bilinçiklərimiz də gəldi. Gəldi, bilinçlər gəldi. Yirsiniz. Mənə bu. Hə. Birini də mənə ver. Birini də ver. Birini də yirsiniz. Qonaqlarınız çoxdur. Birini də qoy bəs. Adama biri də. Qoyun Sultan bəy Sağ göbələkli versin. Adama biridir, səndə niyə 3 dənədir? Sən nə sayılırsan burada? 3 qat. Müəllim, bunu qoydum bura, yarı bölərsiniz daha xanımla. Ay, qardaş, qoy xanıma da qoy. Hə, indi çıx, get, hə. Hə, çox sağ olun, təşəkkür edirəm. Hə, birazdan Camal bəy də gələcək yoldaşı ilə. Yeməyə başlaya bilərik, yoxsa biz yenə davam edirik nəsə söhbət zad, yəni. Bunun içində neçələr gül var? Ay, qardaş, o içində nə? Yəqin ümid edirəm ki, onun cüt ya tək olmana görə sor. Narahat olma. Təkdir, cüt deyil, təkdir. Narahat olma. Sahib biləcəm ki, bu günün biri 5 manatdan deyil. 1-5. Ay, qardaş, 5 manat nədir? O Hollandiyadır, o 7 manatda zaddan var, sayır. 15. Hə, yer get buradan. Hollandiya nədir? 5, 10, 15, 20, 25, 30, 35, 40, 20 də bulursun. 60 manat bölsün. 60 manat siz o gülə pul vermişsiniz. Yavər! 60 manatdır, dincəldi. Qutardı. Saydın, qutardı. 60 manat. Hədə niyə sən soruşsan, sən nə ev olmazındı bu? Uzaq başı 60 manat. Hədə olsun 65 manat, 70 manat. Sən niyə bunu hesablayırsan? 60. Hə, yaxşı 60. Niyə hesablayırsan ki bunu? Heç nə yox. Nəyin dərdi götürüb səni belə? Hə, nə? Nə fikirləşirsən? Camal gildə güllə gəlsə biz batdıq ha. Bu restoran pulu nə ilə verəcək? Hədə mən ad günü ona görə eləm ki, pul yığım. Nə eləməksən? Xoş günümdə gəliblər də. Baxırda nə verəcək bura? Ha, neçə ilə həyat yoldaşım, sənin cibində 5-10 manat pul yoxdur? Hə. Hə. Vay, 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 vay. Kimi? Kimi? Çok harikамısan. Az güzel necəsən? Az necəsən? Az sen başladın. Ay, mən verim görürsən. Az bir. Ay çok sağ ol. Necə gözəldilər. Ne dersen kaç kimi? Canım. Böyük kız olasan kadın hanım. Çok sağ ol Camal Bey. Yaxşı ki gəldiniz. Niye böyle gecikti? Ben bir bana cezam bilenin başı fırlandı. Doğrudan. Biraz başı cicələndi ona Ne göre. olmuştu size? Nə bilim ay bacı qurban, nəsə ürəyim bulandı. Ha. Başım gicəlləndi. Dedim indi yatım durum keçər də, keçməyib belə. Bacı, sen hamiləsən. O hamilədir. Bir dənə belə baxın. Dişdirsə oğlandır. Ay yavrum. Yana qız, qabağı oğlan. Ay yavrum. Ama batıda ola bilsin oğlan qız olur. Yavrum. Bacak! Fırla gülme! Nədə? Fırla gülme! Niyə fırlanım? Ne diyor bu? Bu. Ay yavrum, sen ne danışırsan? Ne yavrum sen? Niyə fırlanım mən? Kimi? Kimi sağa göre kesem kimi? Kimizin canı diyelim ama buna bir gelgarası salaram ki. Gel görese. İnanmırsan geydə uzuya. Abi sen ginekologsan? Sen ginekologsan, sen mama açasan nəsən sen? Ne tutursa hamilədir. O hamilədir. Hamile sen masın. Yox e. Demek diyorum hamile sen. Yox e. Benden gizlek bey. Yox e. Bu. Bu. Neçə şüşlüyə? Sen o karnını basacağım senin de götürde ya. 7 aydan sonra görüşərik. Ay yavrum. 7 ay. O kesin de başka uşağın ad günde o kesir meselesi. Orada bana ayran oldu. Bu sefer seni benim elimden alamam. Ne dersen ne var diyor. Sağ ol qadın, sənə təşəkkür Yaxşı ol. Yaxşı ol. Ben ne dersen? Gönül Yaxşı deyil. ol. Sen kadın al. Yaxşı ol. Eşitsən, doğrudan hamilədir, dik görürsən. Soruş, dəqiqləşdir.
O yaxşı bilir. Ha, sən hamiləsən mi? Hamilə deyilsən. Sən o qarından basacağım, dən də qal. Gəlirsən nə hamilə bu? Ay Camal qardaş, oturun aşağı, hamilə mən billər. Az görəcəm şey, qanqarısı salmıyata xahiş edirəm. Üzrlü sayın. Oturun bir tikə çörək yiyin. Yaxşısan Vali? Yaxşıyam, sağ ol qardaş. Allah canını sağ eləsin. Sizin işiniz gücünüz yoxdur ay yaver qardaş. Ne terli olsal diye 5 dəqiqədə Devraj Denkaya. Ne var onu diyorum ya? Papam canı yok. Ev yox. Deyirəm yox da. Ev yox. Biləcik. Nəysə. Mən bir dənə icazə versəydiniz, mən bu bizonları götürərdim. Sən bizonları niyə götürsən? Ay qardaş, bizonları niyə götürürsən? Müəllim, siz demədiniz ki, hamıya dedim. feyxo kompotusuz, yesinlər, köpsünlər, az yesinlər. Belə demədiniz. Ay, sən məni öldürmək istəyirsən, sən kompotu təkcə niyə salsan? Ay qardaş, qoy yerinə. Xəstəsən? Bir dəqiqədən görüm, yaver, ayıb da, yekə oğlan da. Mən saçıma, bığıma, saqqalıma yaraşmaz, burada oturma. Dur, dur, bunlar biz onu götürüb feyxo kompotuna dəyişirlər. Bunda dur, dur, gedəm, mən burada 5 dəqiqə də qalmaram. Yekə oğlansın, gül neçədən, dur, dur, dur. Bilinçkine bax, bunu, bilinçki də o deyil. Dur ağa, qardaş, sən bayaqdan elə bir ətli bilinçikləri də gözümüzə soxursan, biz sənə aldıq, bizim gətirdiyimiz o güllər də ucuzlu güllər dörək. 60 manat. 60 manat onun qiyməti var. 60 səndədir, səninkinə baxın. Hani onunki? Odur, 25 manat. 60 o, 25 manat səndə. Sultan. Semir, mən bu hörmətsizliyi keçmərəm. Mən də keçmərəm. Sənin qadan qalım. Böyük qız ol, üzürü saat biz getdik. Ay Camal qardaş. Doğum günün mübarək. Doğum günün mübarək. Sultan. Bir dəqiqə burada qala bilmərik. Ay yox, hara gedirsiniz? Oturun, 5 dəqiqə oturun, yeyin için mən hörmətsiz Gülü də deyim götürəyim, sizə. mən belə götür. Yox, hara gedirsiniz? Təbrikeli. Yo, təbrikeli. Amma mən bu gülü burada qoymaram. Elə güldür. Biz get çörək qoyduq qabağımızı basıb Ay gözümüzə Camal soxuq. qardaş. Ay Camal qardaş, hara gedirsiniz? Hamilədə ona qoyma, çox şey olsun. Yürü. Şababa. Ay Camal Sən qardaş. ol, eşsamın. Uziyə gedirəm. Əgər bu hamilə olmasa bari, səni bu restoran səni başına açacağım. Mən sənə deyirəm, dığırıram, yeri. Yeri. Deyirəm yox da. Yeri. Mənim də maraq mürüdü, görəsən bunlara nədə Ay hamilə. getdiləri. Ay getdiləri. Bunu istəyirdin? Hə. Mənim ad günüm deyə buyur. Ləhər. Buydu sən mənim ad gün sürprizin. Camaat çıxdı, getdi, camaatın ağzına gələni danışıb xətrimdə dəysən. Ay, ya ver, get, dallarıca qoymadan getsinlər də. Nə oturmuşsan, nə rahat-rahat ad günüm deyə mənim. Ay, dədə necə rahatdır. Mən sana əvvəldən dedim. Kim əli güllü gələcəksə, ət yeməyəcək. Pulunu salsın, ətin yesin. Üstü. Görürsən, ay Qasım. Nə olub? Abşeron Ticarət Mərkəzində elinizə lazım olan bütün məişət avadanlıqları var. Var, hamısı var. Hamısını bəyəndik. Elə tələsdirir ki, çıxdıq. Ayvana çıxan da, onları arvad alanda, arvadın gətirəcək də, gərəsən alasan. O da mən nə salırsa düşənlər bilmirəm. Hamısında da gözüm qaldı. Elə qabaqda tikinti materialları var, oradan nə salaq? Bu, sement alaq, əsas sement. Sement lazımdır. Alaq. Nədir, buradan kəndə durub qum sement aparacaq? Hasarımız uğurlayıb. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Bəs mən sənə demişəm, parti üçün hazırlıq gör. Görməmsən axı. Şu parti üçün hazırlıq necə görürlər? Buna bax, partinin ritminə uyğun eksklüziv bizon da almışam. Birazdan da güppagüp başlayır. Ver görüm 11-ni. Hər datta bizon. Ritmi hiss edirəm ha. Bir də sən götür.
Bir daha buna bak. Bir daha buna bak. Ritim başladı. Başladı. Ha? Mən Ofisayt mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz de buradayız. Çox xoş. Bu dəqiqə. Bu dəqiqə Xəzayla xanım. Salamünaleyküm. Salamünaleyküm. Kardeşlerim evine hoş gelmişsiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun 1-ci mərtəbəsini uşaq bağçası edeyim. Kardeşler mebeldə uşaq bağçası için her bir şey var. Buyurun. Uşaq bağçası için mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, renk. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar. Modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sasis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sasisləri, servalat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyən da, sənin qardaşın arvadının söhbəti mənim neyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asarım. Tək ki tumum olsun. Hə, anla. Nə dedim? Və bir dənə qəşək çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən də ona halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşək pürrənk çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Euroaksın sizə bomba kimi bir təklifi var. Telefon aksesuarlarını Euroaksdan al. Aldığın məhsul həm uzun ömürlü, həm qənaətli, həm də zəmanətli olsun. Çünki Euroaks markalı smart saatlar, powerbanklar, adapterlər, səs ucaldıcılar, qulaqlıqlar və digər aksesuarların keyfiyyətindən razı qalacaqsınız. Onu da xatırladaq ki, Euroaks məhsullarını ölkənin əksər telefon aksesuarı mağazalarından əldə edə bilərsiniz. Euroaks, zəmanətli telefon aksesuarları. Çox dəyərli tamaşaçılar, bir Komedi Xanamda sonuna gəlib çatdıq. Minnətdarıq bizi izlədiyiniz üçün. Sabah görüşənədək.